Doktor, sual verirlər ki, penisim sərtləşəndə, yəni ereksiya olan vaxtda penisimdə əyilmə olur. Bu niyə görə belə olur? Bu dediğiniz şikayət tibbi adı Peyronie xəstəliyidir. Əlbəttə ki, müalicəsi vardır. Yəni müalicədən qabaq hər hansı bir travma zamanı ola bilər. Əsasən sərt cins əlaqə zamanı daha çox rastlanılır. Penisin qığırdaqlarının qırılması kimi bir fəsaddan sonra daha çox ortaya çıxır. Bir də penisin özünün iltihabı xəstəlikləri olur. Bundan sonra yaranmış bir əyrilik olur. Həmin hissədə plak dediyimiz fibroz toxunma yaranır ki, həmin orqanı sağa sola aşağı yuxarı olmaq şərti ilə əyir. Əgər erkən fazada biz xəstə müraciət eləyərsə, bunu konservativ müalicənin aradan qaldırır, onun dərəcəsi var. Həmin yerə iynə vurmaqla, yəni qidalanmasını artırmaqla, fibroz toxunma yaranmadan öncə qidalanma artırmaqla, qan dövrəni artırmaqla müalicə eləmək olur. İkincisi, elektroşok dalğa terapiyasıdır ki, həmin əyrilik nöqtəsinə 6 dəfə, 8 dəfə, hətta 12 dəfəyə qədər olmaq şərti ilə elektroşok dalğalar, SVT dediyimiz cihaz vasitəsilə vurduq. Hal-hazırda o baş sağlamlıq mərkəzində vardır, istifadə olunur o xəstələr üçün. Üçüncüsü, artıq gelişmiş fazda olarsa, mütləq cərrahi müdaxilə lazımdır. Cərrahi müdaxilə zamanı əyrilik aradan qalxır. Elə hallarda ola bilir ki, hətta cinsi ilişki sırasında ağrı olur, özündə ağrı, qarşı cinsdə ağrılar ola bilir, hətta əlaqəyə girə bilməməsi kimi ağırlaşmaları da müşahidə olunur. Ona görə əgər az da olsa əyilmə varsa, artıq bunu xəstə pasiyent hiss eləyirsə, düşünürəm ki, vaxtında uroloqa müraciət eləyərsə, dediyim fəsadların heç biri ilə qarşılaşmaz.